Marketdən nələr aldıq, neçəyə aldıq, hamısı az sonra. Salam dostlar, bu gün sizlərlə market vlogu çəkməyi planlayıram, amma biz ümumiyyətlə illərdir, yəni ailə olaraq marketə getmədən öncə mütləq bir siyahı tuturuq belə. Yəni aylıq nə alacaqsa bütün ərzaqları, deməli ətdən, hətta meyvə tərəvəzə qədər almağa çalışırıq, şirniyyat və digər quru qidaları və s. hamısını aylıq almağa çalışırıq. Ümumiyyətlə bir 4 nəfərlik və ya da 5 nəfərlik ailə təqribi xüsusən də xanımlar bilir ki, məsələn ay ərzində nə qədər onlar ərzaq istifadə edirlər, yağ, ət, pesoq və yaxud da şəkər və s. yəni digər şeyləri. İlk öncə başlayırıq marketdən almalı olduğumuz şeylərə. Birinci olaraq təbii ki yuxarı yazıram market. Bu tərəfə isə yazıram tərəvəz. Çünki tərəvəzləri daha çox həftədə bir dəfə və yaxud da 10 gündən bir almağı məsləhət görürəm ki, həm daha təzə olur, həm də ki qalıb xarab olmur yəni. Tərəvəz. Birinci market alış-verişində təbii ki ilk öncə quru qidalardan başlayırıq. Məsələn, aylıq siz əgər makaron və ya vermişil alırsınızsa, onun nə qədər neçə paçka deyək ki, almalısınız, onları qeyd edirik. Sonra isə deyək ki, siz təmizlik ləvazimatları alacaqsınızsa, məsələn, deyək ki, şampundur və ya duru sabunlar ya digər sabun növlərini qeyd edirsiniz. Neçə, məsələn, aya deyək ki, 10 ədəd sabun istifadə edirsinizsə, mütləq onun sayını qarşısına yazırsınız. Təbii ki, artıq da ala bilərsiniz, artıq almanız daha məsləhətlidir. Həm qiymətlər qalxır hər dəqiqə, həm də ki, ehtiyatda evdə artıq olmağı məqsədə uyğundur, təbii ki, büdcəniz uyğun olaraq. Sonra isə çərəzdir və yaxud da şirniyyatdır. Onların hamısında yenə aylıq istifadənizə uyğun olaraq xanımlar xüsusilə daha dəqiq bilirlər ki, nə qədər istifadə edəcəklər. Biz bu ay amma ümumiyyətlə Novruz bayramı ərəfəsi olduğu üçün çox güman ki biraz daha artıq alacağıq. Çünki bayrama görə düyü və s. tipli şeylər ya da un, şəkər tozu və s. daha çox istifadə olunacaq yumurta yeni ilə. Buna görə biraz daha fərqli siyahı tutacağam yəqin ki. Sonra isə ətləri isə ayrıca qeyd edirik. Çünki ət olaraq, məsələn, deyək ki, mal əti yenə aylıq almağımız məsləhətlidir. Neçə kilo alırsa qeyd edirsiniz və yaxud da toyuq əti, məsələn, bu ay xüsusilə dediyim kimi Novruz bayramı ərəfəsi və yaxud da Ramazan ərəfəsi olduğu üçün filə daha çox alacaq yəqin ki, çünki salata və s. vurmaq üçün. Sonra yəni istəyə uyğun olaraq təbii ki, hinduşka əti də yaza bilərsiniz, biz hər ay alırıq. Sonra balıq yaza bilərsiniz əgər alırsınızsa, təbii ki, büdcənizdən asılı olaraq. Sonra sosiskada, kalbasa və s. bunları da buraya yazırsınız. Çünki hamısı ət məhsullarına gedir. Kalbasa, bunlar da hamısını aylıq almağımız məsləhətlidir. Belə, indi mən ümumi siyahımızı tutacağım, sonra son netice olaraq göstərəcəm, amma ümumiyyətlə alış-verişə gedərkən siyahı tutmağın çox avantajı var. Hardasa bir 15, bəlkə də 20 ildir. Yəni biz bu siyahının uşaqlığımızdan bəri belə bir siyahı ilə gedirik alış-verişə. Çünki marketə və yaxud da bazara getdinizsə, əlinizdə siyahı olmadan insan həm nə alacağını dəqiq bilmir, həm də ki daha artıq pul xərcləməli olur. Yəni ümumiyyətlə büdcənizə də qənaət edə bilmirsiniz və ay sonunda baxırsınız ki, yəni elə bir əllə tutulur bir şey almamısınız və ortada pul yoxdur. Onun üçün yəni məsləhət görərdim ki, və yaxud da yəni belə eləsəniz daha yaxşı olar ki, mütləq ki siyahı ilə gedin və aylıq özünüz üçün məsələn bir deyək ki, büdcə müəyyən edin ki, məsələn bu ay 200 manat və ya da 100 manat, nə bilim 300-400 manat indi sizin qazancınızdan asılıdır. Bu qədərini biz ərzaqa verəcəyik. Ekstra olaraq məsələn aylıq biz hətta kommunalda belə siyahı alırıq. Məsələn deyək ki, internet, məsələn internet bizdə 25 manatdır. 25 qazdır və ya işıq, sonra su, başqa kommunal, yəni komendant pulu belə deyək. Hər binada və yaxud da həyət evində qalırsa bu olmayacaq sizə təbii ki, amma ümumiyyətlə minimum bu xərclər çıxır. Yəni bunu mütləq ki ödəməli olursunuz. Sonra və yaxud da siz özünüz şəxsi büdcənizə qənaət etmək istəyirsinizsə, mütləq ki aylıq yol pulunuzu, əgər maşınınız varsa, benzin pulunuzu təqribi bilirsiniz, hər ay nə qədər benzinə xərcləyirsiniz və yaxud da metro ilə ya da marşrutla gedirsinizsə işə və ya məktəbə, universitetə, onu da mütləq deyək ki, bu ay məsələn siz hər ay bilirsiniz ki, neçə gün, həftə neçə gün evdən çıxırsınız, ona uyğun metro kartınıza vura bilərsiniz və yaxud da özünüz üçün xırda pul götürə bilərsiniz ya da dediyim kimi maşınınız varsa benzinə ona uyğun benzin pulunu kənara ayırmalısınız və ya deyək ki, məsələn mən kontur puluma qədər sistemli işləyirəm də, məsələn hər ay deyək ki 10 manatlıq məsələn kontur pulu vururam, mənə yetərli olur çünki 10 manatdan onsuz da danışmır, sadəcə internetdən istifadə etmək üçün, megabayt götürmək üçün daha çox istifadə edirəm, yəni amma normalda kontura elə çox istifadə eləmirəm və yaxud da metro kartımıza məsələn 50 manat, 30 manat, 40 manat getməyinizdən asılıdır ya dediyim kimi benzinində və s. hamısını sistemli eləsəniz ay sonuna ən azından məsələn büdcənizdən heç olmasa büdcənizin 10% qədərini deyək ki minimum 500 manat maaş alırsınız və tək yaşayırsınızsa ya da ailənizdə digər insanlar işləyib minimum evə bir 1000 manat gəlir gətirirsə, heç olmasa 100 manatını, 200 manatı hər ay çalışıb kənara qoymaq lazımdır. Ümumiyyətlə daha çox əslində, yəni mənim şəxsi fikrimdə çalışıb İlk öncə maaşınızdan ya da büdcənizdən öncə kənara ayırmalısınız. Qalan pulla ayı keçirməlisiniz deyə düşünürəm. Ola bilər ki, ay ərzində ekstra bir şeylər olar. Toya və s. dəvət ala bilərsiniz və yaxud da harası gedərsiniz, Allah eləməsin bir şey olar. Onda ekstra xərcləmək lazım gələ bilər. Amma ümumiyyətlə yəni genel olaraq kənarda bir hər ay minimum 200 manat, lap 300 manat kənara qoysanız əla olar. Hətta 50 manat belə olsa məncə əladır. Amma ümumiyyətlə dediyim kimi marketə siyahısız getmək ağılsızlıqdır. Çünki orada insan hər şey görüb istəyə bilir.
lazımsız, xüsusən də mən özüm məsələn hər şeyi ala bilərəm. Ona görə çalışıram ay ərzində bir dəfə marketə gedim. Qalan meyvə tərəvəzi və sair isə yəni həftəlik və ya da 10 gündən bir almağa çalışıram. Bu da bəzən marketdən, bəzən də lap digər kiçik mağazalardan ya da dükanlardan almaq olur, amma genel olaraq digər şeyləri bir dəfə getmək istəyirəm. Çünki gedəndə başqa şeylər də almalı oluram, lazımsız və bu da bir də baxıram ki, məsələn büdcəmdə kəsir yaranıbdır və ya da heç düşünmədiyim qədər əlavə ekstra şeylər xərcləmişəm. Belə indi mən bütün siyahımızı tutdum. Marketə gedəndə də inşallah bir işlə sizə market qiymətlərini çəkəcəm. Həm bu Novruz bayramı üçün bazarlıq olacaq, həm də ki ekstra hər ay elədiyimiz bazarlıq, yəni ikisi bir arada eləməyi düşünürük. Bizdə amma sadəcə bu ay yəqincim ümumiyyətlə yəni bizdə yəqin ki bu təmizlik hissəsi olmayacaqdır. Çünki biz şampundur və yaxud da duru sabundur, tualet kağızıdır, tualet şarikidir, şariklər və s. kalqon kimi şeyləri biz ildə bir dəfə alırıq. Onu Türkiyəyə və s. gedəndə bir dəfəlik almağa çalışırıq. 10 dənə, 15 dənə ki, bir illik daha doğrusu bizi görsün. O daha sərfəli olur. Nəinki buradan hər ay Bakıdan almaq və burada da bilirsiniz ki, çoxu doldurma olur. Yəni keyfiyyətli olmur. O qiymətləri Türkiyədən almaq daha məsləhətlidir. Əgər şansınız və ya da getmək fürsətiniz olsa, məsləhət görürəm ki, oradan alasınız. Amma qalan şeyləri təbii ki, buradan alacağıq. Hamısı məsələn deyək ki, bu ay biz məsələn qreçka istifadə eləməsək belə yenə də alırıq biz. Və ya da makaron heç ola bilər ki, hər ay alırıq, amma heç qalır orada istifadə eləmir bile. Amma yenə də almaq məsləhətlidir. Yəni ekstra elə bir şey ola bilər ki, həmin an lazım olar makaron bişirə bilərsiniz və ya da qiymətlər onsuz da dediyim kimi hər an qalxır deyə hər şeydə hər ay heç olmasa bir paçka və ya da bir ədəd almamız məsləhətlidir ki, qiymət qalxmağı bizə çox təsir olmasın. Həm də evdə biraz açıq bolluq olsun, ən pis halda və ya da evə qonaq gəldi və s. bir şey olanda, yəni heç olmasa bişirməyə bir şeyimiz olsun deyə düşünürəm. Biz deməli marketə gəldik, bazar stora gəldik ilk öncə. Bazar stordan alışveriş edəcəyik, sonra bəzi şeylər də Bravodan alacağıq. Biz belə həmişə alışveriş üçün bu çantalardan istifadə edirik. Bunlar da elə buradan almışıq, bazar stordan və məncə narları bazar stordan deyəsən bu birində Bravodan almışıq. Bunlar daha yaxşıdır təbii ki, həmişə istifadə üçün. Okey, başlayaq birinci sırayla alaq. Mama nələrdən başlayırıq, nə almaq istəyirsən? Maş almazsa, okey. Maş qiymətlərinə bir dənə baxaq. Nədir? 4 manat götürək bunu. Qırmızı maş və yaxud da başqa. Ondan götürsən? Popcorn vəkəmiz var bizim. Bir dənə sepişqa götürək. Bəsdir. Gəl popcornumu götürürəm. Qarğıdalım. 2 ondur. Bunlar əslində siyahıya yazmamışdıq. Görürsünüz. Sonra. Baxın, çörək sonra. Buradan şeker tozu götürəcəkdik biz. Mama, şeker tozu. Peso. Bir dənə bəsdir. Böyükdən sonra. Eynidir. Eyni çeşid. Ha, 2 kiloda. 2 kilosu bu arada 2.91'dir. Bir dənə də belə. Sonra. Gəl makaronlar. Makaronlarımızı götürək. Qreçkanı götürək istəyirsən. Okey. Qreçka götürək 2 paşka. İki paşka qreçka götürəm. Onu dəyişmək istəyirsən. 2 paşka qreçka götürdüm. 10 qiymətinə bax, 10 bilmirəm qiymətini. Onu da gördüm. Bu 2 manat 18 qəpik idi. Amma qramına bir dəqiqə bax. Bu 824 qramdır. O neçə qramdır? Qramını görmürəm bunun. Yaxşı qalsın da, hələ ki öz götürdüyümüz. Bulgur da götür oradan. Hə, bu çiğ köftə bulgurudur, bəli. Mərcimək var, mərcimək götürəm bir dənə. Bir dənə mərcimək götürüm. Mərciməklə aşırı yemək üçün. Gəl buradan onda bulgurumuzu alaq da. Biz düyünü hardan aldıq? O bir tərəfdən aldıq. Yerini dəyişdiriblər. Okey, gedək. Deməli, bir dənə bulgur alaq. Bulgur deməli, belə Richmond var, 2.44'də. Ankara var, 2.60'a. Eyni şeydir əslində, biraz sadəcə fərqlidir. Bir dənə Richmond götürək. Richmond
Bundan 2.44'e yine bulgur götürdük. Ha. Sonra geliyor buradan düğümüzü götüreyim. Makaronu buradan götüreyim. Uzun makaron istiyorsan sen. 2 tane Ankara uzun makaron götüreceğim. Bir belə vardı. Bir tane de buruqlu götürüyorum ama. Yoksa sadə götürüm. Bir tane böyle uzun götürüyorum. Bakın. Ha böyle enlisi var 1.90'a. Ha bir de böyle beləsi de var. Bir tane yaxşı savillə götür. Bir de bu 4 bucaqdan götürdüm. Bir tane Ankara 4 bucağını götürürüm. Bir tane de savillə ver. Savillə neçəydi? 1.67'ye de savillə. Sonra şimdi düğümüzü alaq. Sen hansı düğüdən istifadə edirdin ona? Tamaşa. Hə, tamaşa alırsan. Al. Qiymətlərə baxan nə istəyirsən? Sultan. Sultan da onlar. Əvvəl Sultan işlədir özünü. Tamaşanı. Hə, onu deyirsin, tamaşa burada tapmadığım üçün Bravo'ya baxacaq. Bravo'dan alır, amma Sultan da yaxşı. Dəsin əvvəllər işlədirdik. Yox, da indi əzilir. O tamaşadır. Amma böyüyüdür, hə, böyüyü neyirik ki burada. 5 kilo aldı. Nə bulgurdur? Yox, uzun bazası. Hə, okey, yaxşı, getdik. Un alacaq. Unu hara gecək? Onun udağına. Burada ne var? Qoy baxın. Bunlar sosdur, soslarımız var. Hə, onu burada. Bəli. Evet. 2 kilo aldı, yoxsa çox. Çox al istəyir. 2 kiloluq görəcək sənə. Sən paxlava da edirsən. 2 dənə 2 kilo götür istəyirsən. Mukaların bax 2 dənə ikisini götürüb bəsdir. Çünki mən də şirniyyat edəcəm. Bir dənə 3 kilo. 5 kilo götürsən. Bir dənə 3 kilo götür. 3 kilosunu istəyir. Görsən paxlava şəkər versə mən də eləyəcəm hələ şirniyyat. Mən içinə də un atacaq da. Evdə var mızdan mı var? Nə qədər var? Biraz var. 2 dənə 2 kilo götür. 2 dənə yox, 1.99'da elə bir 30 qəpiyə orada fərq edir. 1 kilo görə 30 qəpiyə şey eləmə. Demək bu kadar 1.99'da. Bu marka 3.45'dir. Bir de orada normal əla növü un var. Doy markanın. Bu da 2.99'dur. Biz yəqin ki 1.99'dan götürəcəyik. 2 dənəsini götür bəsdir. Tabaq götürəcəyik. Yox, yaxşı. Burada ne var sonra? Duzumuz var da hə. Qabartma vanil var. Burada başka ne var? Burada heç nə. Burada bence her şeyimiz var. Krem şanti falan lazım değil. Bir de o tarafa. Yaxşı. Normalde kofe aparatında kofe dəmləyirəm, amma bəzən ürəyim bunlardan da istəyir. Sağlıqsız olsa da. Hərəsindən 2 balacalardan götürəcəm. Kafe kranda geçerse 2 tane de bundan götürürüm. Ve şey moka götüreceğim. Mokanın kartını taktım o günləri mən. Hə, bu da tapdım. 2 tane moka götüreceğim. 90 qəpikdir bunlar. 2 moka, 2 tane de üstünde obri cappuccino'dan almak istedim ama kartı gördüm onu. Qoy indi baxacağam. İnşallah bu de bundan götüreceğim bəsimdə. Var da bilirəm 60 qəpik olmalıdır. Əslində şokoladlardan götürmək istəyirəm. Çünki kofe ilə içməyə qəşəngdir. 2 dənə bundan götürür. Bundan kilosu neçədir bu? 11.90. 11.90. 2 dənə də bundan götürdüm. 2.99'adır. Çox artdı. 2 ədəd götürdüm bundan. Ki
Acı koku ilə falan içməyə yaxşıdır. Başqa burada nəsə alacaqdım mən. Sonra heç nə. Sonra görüm nə alacaq başqa. Haribolar var. Bazar store'un qiymətləri mən sevirəm əslində. Çox da baha deyil məncə. Axırda ümumi bir də qiymətlərə baxarıq. Şinilər. Bu şinilər deməli 35 manatdır, amma içi yaxşı deyil, margarindir. Bunu biz Türkiyədən alırıq. Orada hardasa məncə 20 neçə falan alırıq. Daha yaxşıdır. İçin şokolatı əsl şokolat kimdir. Bunlar margarindadır hamısı. Yəni dəyməz buna 30 vermək. Sonra baxaq biraz başqa nə var burada. Belə halleylər var. Bunlardan olmayıq. Nə qədər yığsan? Biraz yığın bəsdir, çox yığma. Bayramda uşaqlar qapın deyir, papaq atanda içinə qoya bilək deyə. Biraz da onlardan götürürüm. Yeməklərə baxın. Bunlar 9.39'dur, 6.79'dur. Belə. Sonra görüm orada nələr vardı. Atello qiymətləri var. Atellolar 6.90'dır. Kiçiklər, böyüklər 8.79. Rulletlər vardı. Təzə olur şimdiyyatı. Mən bəyənirəm. İndi şimdiyyat almayacağım. Çünki axşamdır artıq. Burada greçka var. Bayaq mən greçkanı başqa yerdən aldım. Peki bunları götürün. Bu daha çoxdur. Bayaq mən görsəm neçə aldım ki, tadında deyil. Qəşəngdir. Çox görünür yəni. Çiçək, mən gedirəm o tərəfdən. Mən gedirəm qatıq almağa. Qatığa gedim orada süd alım. Yumurta falan da alacağım. Salam. Bu nə indi? Filə neçədir? 7.29'dur. 30 manatlıq verərdi sizə zəhmət olmasa. Çiyara baxın. Çiyara 3.49'dur. Evə göndərim. Bəs. Neçədir biri? 12 qəpik. Mən də buradan qatıq alacağım, süd alacağım, ham alacağım. Bir dənə belə böyük ümid alıram. 2-3 gün görür, mən çox yedim. Sonra bir dənə belə bir bizim sütə mayonez götürdüm. Salata vesaire bulmak için. Ben hama istiyorum aslında. 2 tane hama götürüyorum. Mila götürüyorum. Yok değil. Mila götürdüm. 2.6%. 2 tane Mila götürürüm. Bunu böyle buraya yanına koyun.
az yağlı götürmək istəyirəm. Ben burada 2.59'adır. 1%'dir. Az yağlısı. Çıkışta burada 1.5%'dir. Götürüm de 2 tane bundan. 2 tane bundan götürüm çünkü şu niyetle yiyeceğim. Lazım olacak. Şu bundan. İkisi de orada. Götüreceğim. Mamam şeyimde. Baklavayla şekil bırakacak. Aslında bu sütler dişini bırakmıyor ama neyse. Benim şahı da götürüm bir tane. Daha doğrusu bunlar iceberg değil. Şöyle göstereceğim. Renklerde götürdüm. Bir de soğuk suyu. Yakın bir de bisküvi. Deməli dostlar, biz Bravo'ya gəldik çünkü oradan almadığımız bəzi şeyler var idi, yok idi. Yani biz istədiklərimiz, ona göre buradan da almayı düşünürük. Birinci düyü tereyağı alacağız, sonra ise meyve ve çerezleri buradan almayı düşünürük. Limon da daha geçerik burada, tereyağı oradan almayalım. Olsun. Çörək də alır, çörək verməni istəyirsən. Hə, Bunu tut. yaxşı. Banana bak, bundan banan daha geçiyor olur. Ona göre bazar sorda yok, buradan alıp bananları. Ha, bəs bu. Ha, götürüm. 3.29'du. Bu neyse şeye koyacağım, kroka. Krok verdi hemen ama. Bu bizim bananımız, bunlar sonra çekerik. Yarın qiyməti. Hə, burada çöy var mama. Sen çöy sola. Orada. İki kilometre olmasa var. 1.19'du. Kalınlarını bitti doğramak olsun. Ona bir parçalarına vuracağım. Hani köbrekle pişireceğim. Ve kalınlarını, kalın balacalarını. Bunlar gidecek. Uzun yok, kalın. Ama çok küçükler geçerken. Doğramaya şey olsun daha geçsin. Yok onu yok, uzunlar yok. Onu götürme. Hadi bir şeyler götür. Hanım buru. Buru. Biz aldık hamısını. Deməli bazar store'dan almışdıq. Sonra getdik Bravo'dan da əlavə almadıqlarımızı aldıq. Bəzi şeyləri ki, bazar store'da yox idi. Bravo'dan alırıq onları. Sonra əlavə olaraq bunları bazar store'dan almışdıq. Süddür, mayonezdir, kahıdır, çörək aldıq ki, evet Bravo'dan aldıq. Ruletdir, ne bileyim kalbasa vesaire. Banan ve birazı da buradadır. Bunlar da bazar store'dan almışdıq. Toyuq əti, file alırıq genelde biz. Belə bir çeki də göstərim sizə. Deməli çeklər belədir. Bu Bravo'nundur. 116 manat 41 qəpik, 128 manat 87 qəpikdə bazar store'dur. Qeyd edim ki, biz mal əti almamışıq. Təmizlik vasitələri almamışıq. Onları başqa yerdən alırıq biz. Başqa nə qaldı? Dostlar, bizim alışverişimiz bu qədərdir. Ümid edirəm ki, sizin üçün faydalı olar. Videonu bəyənməyi, rəylərdə öz fikirlərinizi bildirməyi unutmayın, zəhmət olmasa.
Bu hələ ki alış-verişin bir hissəsidir. Digərlərini bilmirəm çəkməyə vaxtım olacaq ya yox, amma hələ ki bunu yükləyirəm. İnşallah sizin üçün də bir faydası olar.